Ümumiyyətlə bu cehiz məncə çox qədim bir adət-ənənədir. Yəni tüm nərdəsə o birisi millətlərə baxsaq, istə Orta Asiya millətlərində də, sonra bizdə daha çox yayğındır. Sağlamlığa xərclənirmi? Məncə xərclənmir. Çünki niyə? Biz elə fikirləşirik ki, sağlamlıq ucuz olan bir şeydir və bizə ücretsiz olması lazımdır. Yəni kimsə bu ay qaraciyəri işlədi, onu çox yaxşı toksinlərdən təmizlədi deyə kimsə ekstra para ödəmir. Buna görə fikirləşir ki, yəni ağciyərimiz, qaraciyər olsun, işte kalbimiz olsun, zaten işləməsi lazımdır və buna heç bir para ödəmədiyimiz üçün bizim üçün də sağlıq ücretsizdir. Hani bu şəkildə düşünürük ki, sağlıq ücretsiz olmalıdır. Ona görə də o cehizə verdiyimiz pulu fikirləşirik ki, yəni evin içini dolduracaq əşyalar daha önəmlidir, nəinki sağlamlığımız. Məncə yavaş-yavaş bu stereotiplər qırılmağa doğru gedir. Çünki artıq analar da övladlarını illik ginekolojik müayinələrə gətirirlər. Yəni artıq öncədən də həm bakirə qızlar ya da evlənməmiş qızlar ginekolojik müayinə gedə bilməz, ginekolojik müayinədə olamaz, yəni getməməsi lazımdır kimi fikirlər vardı əvvəllər. Amma artıq insanlar müasir dövrdə, bilginin bu qədər əlçatan olduğu bir dövrdə evlənmədən öncə də bir ginekolojik check-up'a gedirlər deyə düşünürəm.